Franco Mastantuono Real Madrid'e nə vaxt qoşulacaq? Bu sualları çox eşidirəm. Bugün daha bir xəbər qarşıma çıxdı. İspaniya saytlarında bu məlumat paylaşılıb ki, Franco Mastantuono iyul ayının sonlarında Real Madrid'e qoşulacaq. Rəsmi təqdimat mərasiminə qədər hələ ki klubun bazasında məşq edəcək və rəsmi təqdimat mərasimindən sonra artıq tam olaraq komandanın bir oyuncusu hesab olunacaq. Rəsmi təqdimat mərasimi nə vaxt olacaq soruşsanız, böyük ehtimalla avqust ayında, yəni hər halda bu günə iyunun 28-nə olan məlumatlar belədir. Qarşıdakı günlərdə daha dəqiq nəsə bir xəbər əlbəttə əldə edə bilərik. Ümumilikdə Franco Mastantuono'nun klublar arası dünya çempionatında necə çıxış etdiyi barədə təəssüf ki bir fikir bildirə bilməyəcəm. Çünki bu yarışda baxdığım yeganə maçlar sırf Real Madrid'in oyunları idi. Amma bununla belə Franco Mastantuono'nun necə oynadığı barədə ümumi bir fikir formalaşır mütəxəssislərdə. Əksəriyyət deyir ki, çox zəif turnir keçirdi. River Plate bu yarışla vidalaşdı və Franco Mastantuono demək olar ki bir şeylə yadda qalmadı və bunun fonunda təbii ki bəzi Real Madrid fanatları artıq şübhə ilə yanaşmağa başlayıblar ki, Mastantuono Real Madrid'e gəlib necə faydalı olacaq. Məncə, əgər Real Madrid bu oyuncuya görə bu qədər israr etdisə, bu qədər böyük məbləğ ödədisə, Xabi Alonso şəxsən özü onun komandaya qoşulmasına maraq göstərdisə, demək həqiqətən də bu oyuncuda nəsə var. Dəyərli Madridistalar, Mastantuono məsələsi ilə bağlı yenə də fikirlərinizi şərh bölməsində yazın, videoya like qoyun, ətrafınızda olan Real Madrid fanatları ilə paylaşmağı unutmayın. Sonuna qədər, Ala Madrid!